Deməli, peptid rabitəyə baxacağıq bugün. Peptid rabitə nədir? Peptid rabitə iki amin turşusunun qarşılıqlı təsiri zamanı yaranan rabitədir. Məsələn, biz yazırıq bura glisinin formulunu yazdım. Glisinin üzərinə 1 mol glisin əlavə etdikdə və yaxud bu alanin də ola bilər, glisin də ola bilər, fərqi yoxdur. Məsələn, biz yazaq glisin. Yazdıq və bu reaksiyada necə baş verir? Bu reaksiya zamanı glisinin bir karboksil qrupunun OH-ı ilə qonşu glisin molekulunun amin qrupundakı hidrogen atom arasında baş verən reaksiyadır. Və bu reaksiya zamanı 1H və 1 OH-ın birləşməsi hesabına yaranacaqdır su, üstə gəlsin və burada hissədə yaranır CH2, NH2, CO, üstə yaranır, deməli biz azotdan NH, CH, CO, OH kimi yazacağıq. Yəni bizim dediyimiz peptid rabitə karbon və azot arasında yaranan rabitədir. Bir peptid rabitənin yaranması üçün bizim 2 amin turşumuz iştirak etmişdir. Deməli, bir peptid rabitənin yaranması üçün iştirak edir 2 amin turşusu və nəticədə 1 molda su əmələ gələcəkdir. Onun üçün biz amin turşuları üçün nə yazırıq? Deməli, 2 amin turşusu. Burada 2 amin turşusu olduğu üçün yaranan deməli bu yeni molekulun adı olur dipeptid. Amma bu sizi çaşdırmasın. Burada di sözü peptid rabitənin sayını göstərmir. Üstə gəlsin 1 mol su. Yəni həmişə alınan suyun mol miqdarı reaksiyaya daxil olan amin turşusunun mol miqdarından bir vahid əksik olacaqdır. Məsələn, bizə əgər 3 mol amin turşusu veribsə, 3-ə biz nə deyirik? Tri. Yaranacaqdır tripeptid və nəticədə 2 molda nə yaranmalıdır? Su əmələ gəlməlidir. Biz bu düsturlardan istifadə edib istənilən amin turşusu məsələsini həll edə bilərik. Məsələn, bizdə topluda aminlər mövzusunda belə bir məsələ verilmişdir. Deyir ki, molyar kütləsi 75 qram bölünsün mol olan amin turşusunun polikondensləşməsindən 2,7 qram su ayrılarsa, neçə qram tetrapeptid əmələ gələr? Deməli, biz burada tetra sözünü oxuyuruqsa, neçə amin turşusu reaksiyaya daxil olubdur? 4 amin turşusu reaksiyaya daxil olub və nəticədə nə əmələ gəlib? Tetrapeptid, üstə gəlsin 3 mol su. H2O. Onda tetrapeptidin biz kütləsini tapanda nə etməliyik? 4 amin turşusundan çıxmalıyıq 3 mol suyun miqdarını. 4'ü vurduq 75'ə. Elədir 300. 3'ü də vuracaq 18'ə 54. 300'dən çıxsaq 54'ü 246. Deməli, tripeptidin emeri nə qədər olacaq? 246. Amma 246 bizdə nə qədər su üçün idi? 3 mol su üçün. Amma bizdə nə qədər su verilib indi? 2,7 qram. Bunu da mola çevirilsək, 18'ə bölsək 0,15 mol olacaq. Buradan da yazırıq x. X'i hesablayıb tapsaq 0,15'i vururam 246'ya, bölürəm 3'ə. Eləyəcək 0,5. 0,5'i də 246'ya vursaq, 5'i vurduq 6'ya 0, 3 yadda. 5'i vurduq 4'ə 23 yadda 3. 5'i vurduq 2'yə 10, 2 4'ə 12. Vergülü də ayırsaq 12,3 qram bizdə deməli tetrapeptid alınmışdır.